bizim insana üzr istəyirəm, bir dəfə bir zadda yazmışdılar. Bəli. Gedib yoxlayıb, Zakatala, Qax, Vartaşen idində, Qutqaşen, o rayonlarda yod çatışmamazlığı var. Bəli. Bu yoxlayıb ki, bunun babası da zob xəstəliyi olub. Aha, bəli. Onun oğlu da zob xəstəliyi, onun nəvəsi də zob, nəticəsi də zob olub. Deyir ki, bu irsi keçici xəstə, bu gülməli şeydir bu. Savadsızlıqdır, özü nə jurnala yazıblar bizimkilər. Ayıbdır belə şeylər yazmaq. Yəni, bu demək ki, orada yaşayan adamların suyunda yod çatmır. Eyni sudan qidalanıblar. Yod çatmır, eyni suyu içdikləri üçün hamısının zoba mələ gəlir. Bu təbiidir. Amma o irsi xəstəlik. Bax, bizimkilər deyir, şəkər xəstəliyi irsidir. Belə cümlə yoxdur. Nə deyirəm bu? Və yaxud da bizdə şəkərə meyilli var. Gedin, bütün diaqnoz dayanı axtarın. Şəkərə meyilli adlı diaqnoz yoxdur dünyada. Bizimkilər çıxardıb hamısı. Sən şəkərə meyillisən, biraz şəkər artıqdır. Niyə meyilli oldu? Niyə oldu? Bu nəslində o demək ki, bu adamlar çox yiyən adamlar. Bunlar varlı adamlar. Şəkər xəstəliyi olan adamlar varlı adamlar. Kasıb, mən niyə şəkər olmuram? Məndə heç vaxt şəkər olanmaz. Məndə tüberküloz olar, qarın ağrısı olar, bunlar olar. Yəni, kasıb adamlar da bu olar. Düz danışmaq, insanları düz aydınlaşdırmaq lazımdır. Özü başa düşəcək halda demək lazımdır insanlara. Çəplik, bir gözün bax. Siz indi onu nə ilə müalicə edəcəksiniz? Birinci səbəbi nədir? İkincisi isə nə ilə müalicə edəcəksən? Nə vaxtı gətirilsin o xəstələr sizin yanınıza? Bunların önəmli əhəmiyyəti var. Gələcəkdə bu uşağın gözü çəp ola bilər, əvvəlcədən zədələndi, qutardı, getdim. Bunlara diqqət yetirin və xalqa çatdırın bunları. Çox xahiş ediyorum.